Yuxular sirlidir. Onlar bilinçaltımızdan gelen mesajlardır. Bu mesajlar simvollardan istifade edir. Güçlü simvollardan biri bıçaktır. Bıçak birçok şeye işare edebilir. Bu mənaları anlamaq özümüzü anlamağımıza kömək edir. Bıçakla bağlı yuxular narahat edici olabilir. Amma onlar nadir hallarda hərfi mənada başa düşülməlidir. Onlar daha dərin emosiyalara işarə edir. Qorxularımızı, istəklərimizi və narahatlıqlarımızı əks etdirə bilərlər. Bu yuxulara diqqət yetirmək vacibdir. Oyanıq həyatımıza dəyərli fikirlər təqdim edirlər. Bıçaq bir alətdir. Yaxşı və ya pis üçün istifadə edilə bilər. Bu ikilik yuxulardakı simvolizminin mərkəzindədir. Bıçaq yaradıcılığı təmsil edə bilər. Həm də dağıdıcı ola bilər. İti bıçaq qətiyyətliliyi simvolizə edə bilər. Artıq ehtiyac duymadığımız şeyləri kəsməyə hazır olduğumuz mənasını verə bilər. Paslı bıçaq köhnə yaraları ifadə edə bilər. Keçmiş ağrıların yenidən üzə çıxdığı mənasını verə bilər. Yuxunun konteksti vacibdir. Bıçaqla necə qarşılıqlı əlaqədə olduğumuz əsasdır. Ondan istifadə edirikmi? Bıçaqla bizə təhdid edilirmi? Bu detallar yuxunun təfsirini formalaşdırır. Bıçaqlanmağı yuxuda görmək qorxulu ola bilər. Tez-tez həssaslığı ifadə edir. Özümüzü xəyanətə uğramış və ya hücuma məruz qalmış hiss edə bilərik. Bıçaq yarasının yeri əhəmiyyətli ola bilər. Həyatımızın ən həssas olduğumuz sahəsinə işarə edə bilər. Bıçaq tapmaq güc qazandığımızı göstərir. Daxili gücümüzü kəşf edə bilərik. Bıçağı itirmək gücsüzlük hiss etmək deməkdir. Özümüzü hazırlıqsız hiss etdiyimiz bir vəziyyətlə qarşılaşa bilərik. Qanlı bıçaq güclü bir görüntüdür. Tez-tez qəzəbi və ya günahı simvolizə edir. Hərəkətlərimizin nəticələrini təmsil edə bilər. Həm də yaxınlaşan münaqişədən xəbərdarlıq edə bilər. Bıçaqla bağlı yuxuları göz ardı etməməliyik. Onlar bizə rəhbərlik edir. Həyatımızı araşdırmağa çağırır. Həll olunmamış münaqişələr varmı? Vacib qərarlar verməliyikmi? Bu yuxular bizə tək olmadığımızı xatırladır. Hamımız çətinliklərlə üzləşirik. Bu yuxular bizi qorxularımızla üzləşməyə təşviq edir. Maneələri dəf etmək üçün gücümüz olduğunu xatırladır. Yuxularımızın dilini anlamaqla dəyərli özünü dərk etmə qazanırıq. Bu bilik bizə həyatın mürəkkəbliklərində yolumuzu tapmağa kömək edir. Bizi böyüməyə və özümüzü reallaşdırmağa aparan seçimlər etməyə imkan verir.